Paxlavavızın üstü belə parıldamırsa, deməli bir detalı səhv edirsiniz. Bu paxlavanın sirri isə üstünün o qızılı, gəl-gəl deyən rəngindədir. Elə bir detal var ki, onu etməsəniz, paxlava nə qədər dadlı olsa da görüntüsü zəif olacaq. İnanın ki, filtr deyil. Hər şey reallıqdır. Qısa şəkildə sizə göstərəcəm nəyi necə hazırlamışam. Tam videonu 14 dəqiqəlik YouTube-da vlog şəklində paylaşmışam. Bioda linki var. Zəhmət olmasa keçid edin. Kanalıma abunə olun. Açıqlama qismində nəyi hardan almışam, şəhərdə yaşayanların nəzərinə çalışmışam ki, hər şeyi münasib qiymətə ən keyfiyyətlisini tapıb sizlərə də təqdim edim. Evdə etməyə tənbəllik edirsinizsə, mənə direktdən yazaraq sifariş verə bilərsiniz. İndi gəlin keçək, sizə hazırlama qaydasını necə göstərirəm. Qısa da olsa izah edim. İlk öncə iç hissəsini hazırlayıram. Qozu çox üyütməyə cəhd etməyin, çünki qoz çox üyüdüləndə qətiyyən paxlavanız dadlı olmayacaq. Burada mən kərə yağı, İran yağından istifadə edirəm. İstifadə edən qızlar bilir ki, çox gözəl olur. Tavaya tökürəm, üzərinə tökmək üçün əridirəm. Mən paxlavanın içinə yağ vurmuram. Nazirliyini görürsünüz. Mamamdan yardım almışam. Bu arada çox gözəl paxlavanın laylarını açır. Arasına qozlarla qarışdırdığım pesok qarışımından tökürəm. Hər laya eyni şəkildə olacaq qədər. Üzərinə də istifadə etdiyim qida boyalarıdır. Dəqiqliklə YouTube kanalımın açıqlama qismində yerləşdirmişəm. Nəyi, neçə qaşıq istifadə etdiyimi keçid edin, oradan götürün. Üzərinə qozları qəşəngcə belə düzürəm və yağı 10 dəqiqə sobaya göndərirəm. Bişdikdən sonra çıxardıram. Tam bişmirdə, yəni 10 dəqiqə qalır, yağı üzərinə tökürəm. 1 stakan kərə yağından istifadə etmişəm. Tam tortasız yağdır və 140 dərəcədə 1 saat yaxın bişir paxlava. Burada da şərbəti üzərinə gəzdirirəm. Şərbəti tökdükdən sonra da üzərinə qlikozanı qəşəng çəkirəm. Qlikozanı necə hazırladığımı da YouTube kanalımda yerləşdirmişəm. Oradan baxın zəhmət olmasa və üzəri belə par-par parıldayan paxlava ortaya çıxır. Sağ olun, gələn videolarda görüşənə.